Hər kəs salam, mən Fidan. Bugün isə bir günlük vlog çəkirəm. İndi saat 12-dir. Əslində səhər başlayacaqdım, amma səhər yuxulu olduğum üçün onsuz da arxa planım ya mahnı qoyacaqdım, ya da səsləndirmə eləyəcəkdim. Onca başlatmadım. İndi biz bacımla birlikdə hazırlaşıb bazara gedirik. Oradan biz idman paltar almalıyıq məktəbin istəkləri üzərinə. Sonra da oradan məşğələyə gedəcəm mən. Məşğələyə getdikdən sonra da evə gələcəm və axşam da vloglayacağam. Saçım ruhları 3 gündür belə qalıbdı. Ucu dağılıblar. Düzləşdirə də bilərəm saçımı, amma bilmirəm. Telefon kılıfıma baxım yenə. Bu Məryəmindir. Mercedes CLS 63 nədir. Məryəm onu çox sevir. Biz Məryəmlə arada kablolarımızı dəyişdiririk. Nəysə, indi əsas məsələmiz işqaf və mən necə yenəcəyimi düşünməliyəm. Əslində, yəni elə də abartı eləmirəm, çünki onsuz da əminci bazara gedəcəyimiz üçün, orada da paltar geyinəcəyim üçün, yəni saçım falan hər şey avtomatik dağılacaq. Onca bilmirəm nə geyinim. Yəni sadə də geyinə bilərəm. Amma rəsmə gedəcəm, oradan çıxıb onu düşünməliyik. Və üstümə belə köynək geyindim, altıma da belə bəgi şalvarımı geyindim. Məncə belə qəşəng oldu. Əslində saçımı düzləşdirməyəcəkdim, amma belə qəribisi dalğalar artıq biz bozulub da, yəni o deyil və saçım çox pis görsən. Onun üçün saçımı düzləşdirməliyəm. İndi mən 2 dəqiqəyəm, 2 dəqiqəsi. 2 dəqiqə gələcəyəm, amma mənim üçün 2 saatımı alacaq o şey eləməyə gedirəm. Şu an saçımı düzləşdirməyə gəlin. Və canım, saçım belə oldu. İndi makyajımı da keçirik. Bu arada bu highlighter'ı sonra aldım. Shortslarda açılışını elədim. İndi sizə burada göstərəcəm. Düzdür, çox belə istifadə eləməmişəm. Hətta demək olar sıfır istifadə eləmişəm. İndi ilk dəfə istifadə eləyəcəm. Baxın belədir. Mən çox qəşəng. İndi çıxdıq və gedirik. Xədicənin kombini ofisində. Necəsiz dostlar? Görün necə xeyirxah bacıyam, saqqız verirəm Xədicəyə. Fidan sadəliyini göstərir saqqız verərək. İndi mağazaya gedirik, evə lazım olan bir iki şey var, onları alırıq. Və evə çatırıq, mağazaya gedirik, kol alacağıq. O bir mağazadan niyə kol almadıq? Çünki yadımızdan çıxdı və indi yadımıza düşdü. Bu arada yox, hardan aldıq biz paltar, idman paltarını? Qayalı Sportdan aldıq idman paltarını. Əslində Real Madridin idman forması var. Real Madridin ki ağı idi, o çox qəşəngdir. Prosta ki razmiyə yox idi, XL vardı. XL bizimlə yoxdaydı, mən içində üzürdüm onu. Və canım, indi mən geyindim, aldığım dəsti belədir. Mən çox qəşəngdir. Bu arada oğlan üçün də əslində sadəcə biz aldıq. Çünki o birisləri heç biri o bəyənmədim. Nə yəni? Ya Real Madridin formasını alacaqdım, ya da bunu. Mən də bunu bəyəndim, bunu aldım. Qiyməti 55 manat idi endirimlə bu arada. Məncə qəşəngdir, xoşum gəldi. Və canım, indi mən paltarlarımı dəyişdim, ev paltarlarını keçiş elədim. Biraz işqaf dağınıqdır, oranı düzəldəcəyik. Sonra makyaj stolunu biraz düzəldərik. Sonra biraz dərs eləmək istəyirəm, amma bilmirəm, yəni dünən dərs vlogumu bitirmişəm əslində, amma yenə dərs işləmək istəyirəm. Bəlkə əlavə dərs vlogu yenə çəkə bilərəm, bilmirəm. Çünki istəyirəm əlavə də videolar olsun ki, həftə içi çalışım, aktiv olum. Çünki siz mənə video gözləyirsiniz, mən də video çəkmək istəyirəm. Nəysə, indi başlayaq işqafı yığışdıraq. Və canım, indi kameramı belə yerləşdirdim. İşqafı bir yerdə yığışdıracağıq, çünki işqaf bayağı dağınıqdır. Əslində biz qışlıqlar falan çıxartmışıq, çoxdandan çıxarmışıq. Məncə siz də çıxararsınız, amma bizim işqaf çox dağılır. Bilmirəm, bəlkə mən məşğələyə gedib çox məşğələyə gedirəm yenə. Yəni bilmirəm, bəlkə də biz dağınıq işlədirik, bilmirəm, amma çox dağılır, tez dağılır da. Yəni məsələn həftənin birinci gün yığışdırsam, üçüncü gün artıq o işqaf dağılır. Bilmirəm, sizə də elədir. Yəni nəysə. İndi başlayaq. Birinci bu şalvarlar sərgəli şalvarlar dəyməyəcəm. Sadəcə burada bəyaq geyindim şalvar var. Onu qatdalayıb yerinə yığacam. Burada əslində o qədər dağınıqdır, amma burada çox dağınıqdır. Oranı yığışdıracağam sizə bir yerdə. Bu arada mən saçımı corabla burmağı göstərdim dünənləri. Yəni dünənlər dediyim sırağa göstərdim. İndi istəyirsə siz onu izləyin. O vaxta qədər də mən şalvar falan qatdalayım. Onda siz izləyin oranı. Saçımızı belə ikiyə ayırdıqdan sonra bu tərəfi mən indi yığacam. Belə xırda rezinlər olsa daha yaxşı olar. Ya da qara rezin, elə tiplər rezinlər daha yaxşı. Çünki biz ən sona asanıb bu rezinləri kəsirik deyə, yəni
boşa getməsin, yəni ona görə böyüdəcəklər boşa getməsin deyə. İndi burada aldığımız bu tərəfdəki saçı darayırıq. Bu arada corablar da təmiz olsun, yəni bunlar təmiz corablardır, yəni bunları istifadə edəcəyik. Sonra saçımızı buradan belə alırıq. Baxın, bu tip ikiyə ayırırıq. Yəni burada belə xətt olacaq, arxaya gedər şəkildə. Bu arada yuxum gəlir, biraz yuxu danışa bilərəm. Üzülürsən. Bu tərəfi normalda tutturmalıyıq. Tipimə taxmırsınız, yaxşı. Sonra bu tərəf biraz yaş qalıbdır. Belə yaş qalmasını istəmirəm. Ona görə biraz ipimlə buranı qurdacağım. İndi nə edirik, onu göstərirəm sizə. Belə yenə həmin o beyazçı rezinlərdən birini götürürsünüz. Corabın bu tərəfini, yəni baş uc tərəfini rezinlə birlikdə saçınıza yığacağıq. Baxın, belə. Və belə oldu. İndi başlayaq. Baxın, saçı belə bundan burmayın. Çünki belə olanda heç vaxt burulmur. Corab düz tutun. Corab əlinizdən sürüşməsin, yəni. Və bura gələndə belə rezininizlə sonra bunu bu qədər. Və canım, tipimə taxmırsınız, saçınızın son halı belə olur. İnşallah sabahlar açanda, yəni o biri vlogda saçımın son halını görəcəksiniz. Və canım, saçınızı açanda da bu tip belə buruqlar olur. Yəni mən bu saçı çox sevirəm. Sadəcə şu an çox belə şey görsən, qabarıq görsən. Çünki saçım hələ biraz yaş qalıbdır və birazdan şişəcək. Siz çalışın saçınızı qurudub eləyin. Sadəcə nəm buraxın da, yəni saçınız yəni belə olur. İndi mən məşğələyə gedirəm, rəsmə gedirəm. Yəni belə oldu. Ümid edirəm ki, artıq izləmiş oldunuz. İndi başlayaq. Mən bu şalvarı belə qataladım. Şalvarı indi buraya yerləşdiririk. Sonra idman üçün aldığım dəst paltarı asmağı düşünürəm. Amma asmaya da bilərəm. Asmayacağım, böyük idman qatalayacağım. Çünki bacım 5-ci gün idmana girəcək. 5-ci gün dərs var bu arada. Kaş o 5-ci günü gələn həftədən 6-cı günə salardılar. Gələn həftədən 6-cı gün biz dərsə gedərdik deyə düşünürəm. Tətil də bir həftə full olardı. Amma maalesef getməliyik. İndi mən bunu buraya yerləşdirdim. Belə oldu. İndi bu aldığım idman dəstini qatalayacağam. Hə, yox, budur. Bir qiymət də buradadır. İndi bunu kəsəcəyik. Amma kəsmək üçün qalsı buradan qırdım. İndi bunu qatalayaq. Yəni bu hansı markanın logosudur? Belə X üçün bir şey. Bu ikisini belə qataladım, onu da buraya yerləşdirəcəm, amma oranı səliqəyə salmalıyam. Bunu keçən LC-Vakidən almışdım. Məncə çox qəşəngdir. Mənim qışdakı kombinimi görsəz, yəni qışda bej rəngdə mənim dəri jiletim var, içi yun, onu geyinirəm. Papaq bunu taxıram və əlcəklərim var, əlcəklərimi də göstərirəm. Bu Ugi əlcəklərdir. Ugi'nin botlarını bəyənmişdim keçən, onu alacaqdım. Amma getdim və baxdım, ayağımda o qədər pis qaldı ki, heç bəyənmədim. Yəni, ona görə bu il istəyirəm ki, ya botu alacam, ya da bilmirəm. Amma bot istəyirəm, amma bilsiniz bot istəyirəm. Dizə qədər falan uzun botlardan istəmirəm də. Belə hardasa belə qısa uzun şəkillərini bura qoyaram, 2 tip bot istəyirəm. Bunlardan birini almağı düşünürəm, tapsam. Neyse, bu əlcəkləri zat çıxarım. Və canım, mən işqafı yığışdırdım. Çəkməyi çıxdım, unutdum, amma olsun, yəni səliqəyə saldım. Makyaj masam əslində o qədər dağınıq olmadığı üçün oranı heç yığışdırmayacağım. Çünki dağınıq deyil. İndi keçirəm, makyajımı çıxaracağım. Makyajım üzümdə qalıbdı səhərdən bəri, saat 12-dən bəri elədiyim makyajdır. İndi makyajımı çıxarmağa gedirik. Çıxartdıqdan sonra da bir də çay içərik. Və gəldik, yenə bura və yenə mən. İndi buranın işığını çox bəyənirəm. Çünki ağ işıqdır və ağ işıqda çox qəşəng görsənərdi. Yəni yuxarıdan vurduğu sürəcə. Üzdən vuranda bütün üz hatlarınız, hat deyirlər, indi üz dizgiləriniz çöldə görsənir. İndi makyajımızı çıxaracağıq. Makyaj təmizləmə suyum bitir, Allah şükür olsun. Garnier alacağıq. İndi makyajımızı çıxarırıq. 2 dənə pambıqla getirəcəyimi düşünürəm. Həzə yetinərik.
Bir söz bile söylemeye. Hakkım ikinci pambığı keçsin. Çünki tam təmizləyəcəm istəyirəm. Təzə dərs vlogu seçəcəkdim bu günləri. Bir də gördüm ki, müəlliməm məşğələdən heç nə verməyib. Çünki keçən dəfə işlədiklərim falan var da, hamısını işlədim, qutardım. Ona görə. Bir qarniyədim belə qəribə. Bu sizinlədir. Bu qədərcik alırıq. Sonra ovucumuza biraz su. Sonra bunu belə çöpürdürük. Əlimizi yuyum. Və makyajımı çıxartdım. İndi incələdik. İndi ingiliscə belə sözlər var. Sözləri öyrənəcəm ki, 5-ci günə biraz hazır olun. Çay qızana qədər mən sizlə söhbət etmək istəyirəm. Ev üçün mənim həftələrdə məşğələlərim falan çox olur, yəni mən videolar falan çatdıra bilmirəm. Məsələn, əsasən 2 və 5-ci gündən mənim məşğələlərim çox olur. Yəni həftə içi o qədər də aktiv ola bilmirəm. Amma gördüyünüz kimi tətildə çalışdığım qədər aktiv olmağa çalışıram ki, həm siz videosu qalmayın, həm də ki mən verdiyim sözü tutum. Əgər məsələn necə deyim sizə, mən həftədə məktəb olsaydı, amma məşğələlərim az olsaydı, videoları falan çatdırardım. Amma şu an elə bir vəziyyətdir ki, məsələn hər gün 2 məşğələm var. Bu o demək deyil, mən sizə video atmayacağam və ya videosu qoyacağam. Təbii ki, çalışacağım həftədə heç olmasa bir dənə uzun video, 2 dənə, 3 dənə shorts atım. Amma tətil falan olanda söz verirəm ki, yəni 2 gün həftə içində 3 dənə uzun video atacağam. Hər gündə bir dənə shorts atmağa üstünlük verəcəm. Yəni sözümün üstündə belə dururam. Bu arada havada bayağı qaralır və çox qəşəng görünür. Və çayımı süzdüm, indi isə ingilis dil oxumağa başlayıram. Bacımın ortam şaka. Bacım günlük yazır. Günlük yaza bura şəkil çəkir. Həm də kinoya baxır. Necə bu kino çox qəşəngdir. Sizə bunu da önərirəm. Adını bir yerlərə yazdıram buralara. Bir də necə bacımı narahat eləməyib. Bacım sən oxu, sən çalış, sən yap. Bu arada canım bunlar Dirolun ən dadlı saqqızlardır. Bunları çox sevirəm. Bir də bunun çeyrəklisi var Dirolun. O biraz tez sürüyür, amma ən dadlı, yəni xoşum gəlir onun dadından da. İndi isə makyaj fırçalarımı və süngərlərimi yuyacağım üçün makyaj çantamı boşaldıram. Buradan onları görürsünüz. Sonra isə onu sizə özüm burada deyəcəm. Makyaj fırçalarımı falan yuyacağım üçün bunların için boşaldıram. Belki biraz çiğdilər, yəni biraz deyil, bayağı çiğdilər. İndi bunları gedirəm yuyum. Sonra makyaj süngərlərim var, onları da yuyacağım. Bir dəqiqə onları götürüm, belə 3 dənə. Ve fırçam vardı, bunu yuyacağım. O highlighter görünü içmə atılır nədənsə. Çünki neçə vaxt istəyirdim və şu an makyaj çantamda yer almağını çox sevinirəm. Yəni həqiqətən. Bunu sözlərə sığdıramam da, yəni sevincim şu an. Və bu arada mağazada bir dənə qalmışdı. Onu mənim almağım çox qəşəngdir, yəni. Bütün Valden pomadasıyla esensi dəyişdirəm. Esensi daha yaxşı gəldi şu anlıq. Gloss olaraq da bunu götürəm belə. Bu da Kikon maskarasıdır, amma sürtməm. Ona görə bunu da yeni qoyuram belə. Kikonun glossunu da sürməm şu anlıq qoyuram. Kipri qıvırcımı da yuyacağım. Ona görə gedəm kipri qıvırcımı da var. Yerə gedək bunları yuyaq. İndi mənim belə bir qabım var. Bunun içinə suyu dolduracağım. Dove'nin bu sabunundan istifadə edəcəm. İndi isə fırçaları onun içində dairə-dairə eləyərəkdən yumağa başlayacağım. Sonra isə əlimdə ayrı-ayrı onların suyunu sıxaraq biraz əlimdə sabunla onları daha da təmizləyəcəm. Kipri qıvırcımı da indi bu içindəki rezini çıxaracağım. Əmincə bunu ayrılıqda belə yuyacağım. Sonra isə əslində bu normalda həftədə mi yoxsa bilməm ayda bir dəyişdirmək lazımdır. Amma mən Temu'dan sipariş vermişəm, hələ gəlməyibdi. Bu arada Temu'dan siparişlər vermişəm, hələ heç gəlməyibdi. Gəlsə ona sizinlə bölüşəcəm. Neyse indi bunu yuyum. Bunu yuyandan sonra da bunun içini belə yuyacağım buralarını. Belə makyaj təmizləmə pambıqla biraz
azıcık su alacağım. Makyaj təmizləmə suyunu. Sonra bunu kirpik qıvırcığının burada tuj olan yerlərini siləcəm. Məncə ən məntiqlisi budur. Qıvırcığını yerinə qoyacağım. Amma bunları süngərlər biraz yaşlıdır, yəni ona görə onlar burada qalsın. Fırçaları da bura qoydum, onsuz da burada quruyacaqlar. Yəni ona görə dəymirəm onlara. Və salam, indi bunun içini belə bağlayaq ağzına. Və canım, videomuzun sonuna gəldik. Ümid edirəm video xoşunuza gələr. Başqa video və vloglarımda görüşmək üzrə. Öpdüm, bay bay.